Çay yatağında bərk suxur çıxışları necə adlanır? Çay yatağında bərk suxur Astana əmələ gətirir. Doğru cavab C variantı. Orta enlikdə dəniz səviyyəsində yerləşən A məntəqəsində havanın temperaturu 18, B məntəqəsində isə 6 dərəcə Selsidir. C məntəqəsində atmosfer təzyiqini müəyyən edin. O zaman birinci temperatur fərqini müəyyənləşdiririk. A və B nöqtələri arasında 12 dərəcə Selsi. 12 dərəcənin dəyişməsi üçün 2000 metr lazımdır. Çünki 1000-də 6 dərəcə dəyişirsə 2000-də 12 dərəcə. 2000 metri bölürük kəsmə sayını, kəsməni müəyyənləşdirmək üçün. 1, 2, 3, arada 4 kəsmə var. Bərabərdir 500 metr. Deməli, kəsmə yüksəkliyi 500-də bərabərdir. C məntəqəsində atmosfer təzyiqi. Deməli, A məntəqəsi dəniz səviyyəsində yerləşirsə, A-dan C-yə qədər 5 kəsmə yerləşir. 5 vur 500 bərabərdir 2500 metr. 2500 metrdə nə qədər təzyiq dəyişir? Onu tapırıq. Bölürük 10-a. Bərabərdir 250 mm təzyiq. Və A dəniz səviyyəsində orta enlikdə yerləşməsi o deməkdir ki, burada normal atmosfer təzyiqi, yəni 760 mm civə sütununa bərabərdir. 760-dan da 200 aradakı təzyiq fərqi, yəni 250 mm çıxırıq. Bərabərdir 510 mm. Doğru cavab B variantı. Təzyiqli layarası sular necə adlanır? Təzyiqli layarası sular arteziyan suları adlanır. Doğru cavab C variantı. Torpağın şoranlaşmasının qarşısını almaq üçün tətbiq edilən melorasiya tədbiri. Şoranlaşmanın qarşısını almaq üçün kollektor drenaj şəbəkəsi yaradılır. Yeraltı suların səviyyəsinin nizamlamaq üçün, axıdılması üçün, eyni zamanda səthdən yuyulmuş duzlu şor suları axıtmaq üçün kollektordan istifadə olunur. Doğru cavab B variantı. Doğru olan sıraları seçin. Çaylar, qida mənbələri, bir də aid olduğu hövzə üzrə uyğunluğu müəyyənləşdirməliyik. Astara çay yağış suları ilə qidalanır və Talış dağları hövzəsinə aiddir. Doğrudur. Budyal çay qar və buzlaq suları ilə qidalanır. Böyük Qafqazın şimal-şərq yamacı çaylarına aiddir. Doğrudur. Arpa çay yeraltı sularla qidalanır və Talış dağları hövzəsinə aiddir. Bu yanlışdır. Arpa çay Kür hövzəsinə, yəni Araza tökülür. Bu da Kür hövzəsi deməkdir. Araz çayı yeraltı sularla qidalanır əsas və Kür hövzəsinə aiddir. Bu da doğrudur. Pirsaat, qar və buzlaq suları Abşeron Qobustan. Abşeron Qobustan hövzəsinə aiddir, amma qar və buzlaq deyil, yağış suları ilə qidalanır. Ona görə doğru sıralar 1, 2, 4, cavab D variantı. Xəritə sxemdə rəqəmlərlə verilən iqlim vilayətlərinin müvafiq ardıcıllığını müəyyən edin. Birinci, Aralıq dənizi iqlim tipi daxilində yerləşir. İkinci məntəqə subekvatoral iqlimdə yerləşir. Üçüncü məntəqə isə rütubətli tropik iqlim sahəsində yerləşir. Doğru cavab C variantı. Hansı çayın mənsəbi yarımsəhra və səhra təbii zonasında yerləşir? Xuanxe muson meşələri, Dunay çayı çöl zonası, Mississippi dəyişən rütubətli meşələr zonasına uyğun gəlir. Niger çayı ekvatoral meşə zonasında mənsəb hissəsi yerləşir. Volqa çayı isə Xəzərə tökülən hissədir. Xəzəryan ovalıq üçün yarımsəhra və səhra təbii zonası xarakterikdir. Doğru cavab A variantı. Uyğunluğu müəyyən edin. Amazon və Qanq çayının oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdiririk. Atlantik okeanı hövzəsinə aiddir. Bu Amazon çayına aiddir. Ən rütubətli materikdə yerləşir. Bu da Amazon çayına aiddir. Yəni Cənubi Amerikada yerləşir. Əsasən subekvatoral iqlim qurşağında yerləşir. Bu Qanqa aid olan xüsusiyyətdir. Çünki Amazon əsasən ekvatoral qurşaqda yerləşir. Mənbəyini cavan dağlıq ərazidən götürür. Bu hər ikisinə aiddir.
Amazon An dağlarından Qanq Himalay dağları və hər iki dağ Cavan dağlardır. Dünyanın ən böyük körfəzinə, yəni Benqal körfəzinə tökülən isə Qanq çayıdır. Beləliklə doğru uyğunluq C variantı 1-ə 1, 2, 2-yə 3, 5, 3-ə isə 4 uyğun gəlir. Hansı su hövzəsinin sahəsi kəskin azalmışdır? Xəzər dənizi sahəsi kəskin azalması yoxdur. Səviyyə düşüb qalxması müşahidə olunur. Yəni bu ritmik bir proses olaraq. Aral dənizi isə və yaxud Aral gölü səviyyəsi kəskin azalmış, düşmüş və sahəsi kəskin azalmışdır. Çünki ona tökülən çaylardan suvarmada istifadə olunduğu üçün doğru cavab B variantıdır. Azərbaycan daxilində ən çox sululuğa malik olan, üzərində sərsəng su qovşan su anbarları yerləşən çay Tərtər çayıdır. Doğru cavab B variantı. Hansı sıralarda uyğunluq pozulmuşdur? Yuxarı göl Şimali Amerikada yerləşir. Sakit Okean hövzəsi yanlışdır. Yuxarı və digər göllər, yəni böyük göllər sisteminə daxil olan digər göllər Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik Okeana axana malikdirlər. Yəni Atlantik Okean hövzəsinə aiddirlər. Bir pozulmuşdur. Götürürük. Xəzər Avrasiya materikində yerləşir. Daxili axarsuz hövzəyə aiddir. Bu doğru olandır. Baykal Avrasiya materikində Şimal Buzlu Okeana hövzəsinə aiddir. Bu da doğrudur. Çünki Baykaldan Anqara çayı başlanır. Yeniseyin qoludur. Yenisey Şimal Buzlu Okeana tökülür. Viktoriya Şimali Amerikada Atlantik Okean hövzəsi yanlışdır. Viktoriya gölü Afrikaya aiddir. O zaman pozulmuşdur kimi götürürük. Titicaca gölü Cənubi Amerika daxili axarsız hövzəyə aiddir. Bu da doğrudur. Titicaca gölündən çay başlanır, amma Poopó gölünə tökülür. Bu göl isə axarı yoxdur. Duzlu göldür. Ona görə Titicaca daxili axarsız hövzəyə aiddir. Bu doğru olandır. Erie Avstraliya materikində Hind Okean hövzəsi Avstraliyada olan Eyre gölüdür. Yəni və daxili axarsuz hövzəyə aiddir həmçinin. Ona görə burada uyğunluq pozulmuşdur. 1, 4, 6 Y variantı. Filiz faydalı qazıntı yataqlarının daha çox yayıldığı bölgə və bunun səbəbi hansıdır? Filiz faydalı qazıntılar daha çox maqmatik, intruziv, kristalik suxurlarla bağlıdır. Kiçik Qafqaz, maqmatik və metamorfik suxurların geniş yayılması filiz faydalı qazıntıların zənginliyinə səbəbdir. Doğru cavab C variantı. Azərbaycanın göllərini mənşəyinə görə uyğunlaşdırın. Tektonik mənşəli göl Acınoxur gölü. Uçqun bənd mənşəli göl Göygöl. Buzlaq mənşəli göl Tufan göl. Axmaz mənşəli göl isə Sarısu gölüdür. Doğru uyğunluq A variantıdır. Yəni 1-ə B, 2-yə A, 3-ə D, 4-ə C uyğun gəlir. Kserofit bitkilər harada yayılmışdır? Kserofit bitkilər səhra əraziləri üçün xarakterikdir. Yəni quraqlığa davamlı bitkilər deməkdir kserofit bitkilər. Dünyanın ən uzun şirin sulu gölü necə yaranmışdır? Dünyanın ən uzun şirin sulu gölü Tanganika gölü və yer qabığının tektonik hərəkəti nəticəsində yaranmışdır. Doğru cavab A variantı. Yəni tektonik qırılma sahəsində yerləşir, qrabində yerləşir, uzunsov və dərin olması ilə seçilir. Geosignalın 3-cü inkişaf mərhələsində olan dağları müəyyən edin. Geosignalın 3-cü inkişaf mərhələsində dağa əmələ gəlmə qırışıqlıq mərhələsi deməkdir. Bu da Cavan dağlara uyğun gəlir. Cavan dağlar 5 And dağları, 4 Atlas dağları, 2 Himalay dağları, 2, 4, 5 doğru cavab C variantı.
Doğru olmayan ifadəni seçin. Körfəzlər dənizlərdən fərqli olaraq okeanla daha sərbəst əlaqəyə malikdir. Bu doğru olandır. Dünyanın en büyük yarımadası Şimal Buzlu Okean suları ile yolur. Bu yanlıştır, doğru olmayandır. Dünyanın en büyük yarımadası Ərəbistan yarımadası götürür ve o da Hind Okean ve aynı zamanda Atlantik Okean sularıyla yuyulur. Ona göre doğru olmayan B variantı olur. Süveyş bərzəxi iki qitəni birləşdirir, doğru. Yani Afrika ve Asya. Dünyanın en enli boğazı en büyük okeanları birləşdirir. Yani Drake boğazı Sakit ve Atlantik Okeanı birləşdirir. Vulkanik mənşəli adalar həm divergent, həm konvergent zonalarda yerləşir. Bu da doğru olandır. ...22 iyunda Güneş şüalarının 73.5 bucaqla düşdüyü enliklər arasındakı en kısa mesafe 1/22.200.000 miqyaslı xəritədə neçə santimetr olur? 22 iyunda bilirik Güneş şimal tropik üzerinde zenitdə olur. 23.5 derece şimal enliyində 90 derece. 73 derece bucaqla düşdüyü enliklər. Hansı enliklərə 73.5 derece bucaqla düşür? Bu zaman 23.5 derece şimal enliyi plus ve minus, yani bir üzerine gelecek, bir de çıkarıp 90 çık 73.5, o da bərabərdir. 90'dan 73.5 çıxırıq 16.5, 23.5'in üstüne 16.5 gəlirik 40 derece şimal enliyi ve bir de 23.5'dan 16.5 derece çıxırıq. Bu da 7 derece şimal enliyi olur. Ve bu enlikler arasındaki en kısa mesafe, yani 7 derece şimal enliği ve 40 derece şimal enlikleri arasındaki enlik fərqi 33 dereceye beraberdir. 33 derecenin 111'e vururuq mesafe olarak 3663 kilometre ve bu mesafe 1 bölünsün 22.200.000 miqyaslı xəritədə neçə santimetr olacaq? 3663'ü də bölürük 222 kilometre. O da bərabərdir 16,5 santimetr. Beləliklə doğru cevap D variantı. Coğrafi təbəqənin bütövlük qanuna uyğunluğu nəyi ifadə edir? Bütövlük qanuna uyğunluğu komponentlerin qarşılıqlı əlaqəsini əks etdirir. Yəni bir komponent dəyişirsə, digəri də dəyişmiş olacaq. Doğru cevap A variantı. Gecə və gündüzün əvəzlənməsi bu ritmiklik qanuna uyğunluğudur. Fəsillərin dəyişməsi də həmçinin sutkalıq və illik ritmlərdir bunlar. Enliklər üzrə dəyişməsi bu enlik zonallığına aiddir. Yəni zonallıq qanuna uyğunluğuna aiddir. Codyarpaqlı həmişəyaşıl meşə və kolloklar zonası üçün xarakterik bitki. Seyba bu ekvatorial və subekvatorial rütubətli meşə ərazisi üçün xarakterikdir. Küknar mülayim qurşağın tayqa meşə zonası üçün, kaktuslar səhra və yarım səhralar üçün xarakterikdir. Bambuk əsasən muson meşə zonası üçün xarakterikdir. Zeytun isə codyarpaqlı meşə və kolloklar zonası, yəni aralıq dəniz iqlim tipi daxilində bitən əsas bitkilərdən biridir. Doğru cavab C variantı. Hansı məntəqələrdə rütubət əmsalı 0,5-dən böyükdür? Demək, daha çox yağıntı düşən əraziləri seçməliyik. Qanı-Xəri-Çay hövzəsi və Lənkəran ovalığı daha çox yağıntı alan ərazilərdir. 3, 6. Doğru cavab Y variantı. 7 üçün də 0,5'dən əmsal böyük ola bilər. Amma 7 ilə uyğunlaşan bir yarımsərə quru çöl iqlimi olduğu üçün variant uyğun deyil. Deyək ki, dağlıq ərazilər üçün də yüksək dağlıqda 0,5'dən böyük ola bilər. Yəni Naxçıvan dağlıq ərazisi üçün. Amma yenə də 5 yarımsərə quru çöl iqlimi olduğu üçün A variantı da uyğun gəlməyəcək. Doğru cavab Y variantı 3-6.
Təbii zonaların üfüqi istiqamətdə bir-birini əvəz etməsi necə adlanır? Üfüqi istiqamətdə əvəz etmək enlik zonalığı adlanır. Amma dağlıq ərazilərdə isə şaquli istiqamətdə, yəni ətəkdən zirvəyə bu şaquli zonalıq olaraq adlanır. Sxemə əsasən doğru olmayan fikirləri müəyyən edin. Sxemdə Günəş yer kürəsinin şimal yarımkürəsi daha çox Günəşə tərəf çevrilmişdir. Şimal yarımkürəsində yay gün dönümüdür. Bu doğru olandır. Bizdə doğru olmayan fikirləri istəyir. Şimal yarımkürəsi daha çox istilik alır. Bu da doğru olandır. Günəş cənub tropiki üzərində zenitdədir. Doğru olmayan. Cənub yarımkürəsində yay fəslidir. Əksinə qış fəslidir. Doğru olmayan. Şimal yarımkürəsində ən uzun gündüzdür. Bu doğru olandır. Günəş ekvator üzərində zenitdədir. Bu da doğru olmayan. 3, 4, 6. 5 ton Xəzər suyundan 13 promillik Xəzər suyundan alınan duzun miqdarı ilə 4 ton Qaradənizin, yəni 18 promillik Qaradənizin suyundan alınan duzun miqdarı arasındakı fərqi qramla müəyyən edin. Deməli 5 tonu vururuq 13 promilə, 65 kiloqram, yəni 65.000 qram deməkdir. 4 ton Qaradəniz suyunu 18 promillə hesablasaq, bu da edir 72 kiloqram. Aradakı fərq isə 7 kiloqrama bərabərdir. 7 kiloqram da 7000 qram deməkdir. Bizdən cavabı qramda istədiyi üçün 7000 olur. Hansı şərait bataqlıqların yaranmasına səbəb olur? Mümkün buxarlanmanın yağıntıdan çox olması. Bu əksinə bataqlıqlaşma yox, yarım səhralaşmaya doğru getmiş olur. Yağıntıların miqdarı buxarlama qabiliyyətindən çox olduqda, bu artıq ifrat rütbətlənmə deməkdir və bataqlıq yaranacaq. 2. Yeraltı suların çox dərində yerləşməsi bu bataqlıqlaşmaya səbəb deyil. Əksinə, yeraltı sular səthə nə qədər yaxın olarsa, alt bataqlıqları formalaşdıra bilər. Meyilliyin və suxurların su keçirmə qabiliyyətinin yüksək olması. Meyillik çox olarsa səth axını yaranacaq. Yəni çayların yaranmasına gətirib çıxardar. Burada su toplanması baş verməyəcək, bataqlıq yaranmayacaq. Relyefin düzənlik olması isə bataqlığın yaranmasında əsas faktorlardan biridir. Beləliklə, əsas səbəblər kimi 2 və 5. Kür çayı üzərində yaradılan su anbarları. Milmuğan su anbarı Araz çayı üzərində yerləşir. Şəmkir su anbarı Kür çayı üzərində. Yenikənd Kür çayı üzərində. Varvara Kür çayı üzərində. Sərsəng Tərtər çayı üzərində. Bəhrəmtəpə də Araz çayı üzərində yerləşir. Beləliklə 2, 3, 4. Uyğunluğu müəyyən edin. Materik üzrə çayların yerləşməsini müəyyən edirik. Mekong çayı Avrasiya materikindən axır. Parana çayı Cənubi Amerikadan axır, yəni heç birinə uyğun gəlmir. Kolorado çayı Şimali Amerikadan axır. Kongo çayı Afrikadan axır. Murray çayı Avustraliyadan axır. Beləliklə, doğru uyğunluq 1-ə A, 2-yə D, 3-ə isə C uyğun gəlir. Situasiya tapşırığı iqlim diaqramına əsasən verilmişdir. İqlim diaqramının aid olduğu iqlim qurşağını, qurşaqda hakim olan hava kütlələrini və hansı yarımkürə üçün səciyyəvi olduğunu müəyyən edib cədvəldə qeyd edin. İqlim diaqramına diqqət etsək, temperatur il boyu 25 dərəcədən yuxarıdır və yağıntılar iyul, avqust aylarında daha çox düşür. Bu subekvatora il boyu 25 dərəcədən 20 dərəcədən yuxarı olan ekvatorial və subekvatoriala aid olan xüsusiyyətdir. Yağıntılar əgər il boyu bərabər paylanmırsa, bu ekvatorial deyil, yəni subekvatorial qurşaqdır və iyun, avqust aylarında düşmək isə bu şimal yarımkürəsinin subekvatorial qurşağı üçün xarakterikdir. Yəni yarımkürə şimal yarımkürəsidir və iqlim qurşağı subekvatorial. Hakim olan hava kütləsi yayda subekvatorialda ekvatorial hava kütləsi hakimdir
Nəticədə yağıntı yayda çox düşür. Qışda isə tropik hava kütləsi hakimdir. Ona görə qışda yağıntı çox az düşür. Beləliklə, hər üç sütunda cavablar doğrudursa 2 bal, sütunlardan ən azı ikisi doğru qeyd edilibsə 1 bal, digər hallarda isə 0 balla qiymətləndirilir. İqlim diaqramının aid olduğu məntəqəni müəyyən edin. Müəyyənləşdirdik ki, iqlim diaqramı subekvatoral iqlim qurşağına aiddir və şimal yarımkürəsi üçün səciyyəvidir. Şimal yarımkürəsinin subekvatoral iqlim qurşağında 4 məntəqəsi yerləşir. Venesuela ərazisi 3 ekvatorala aiddir, 2 cənub subekvatoraldır, 5 musson iqlim tipinə aiddir. Yəni yay temperatur il boyu 25-dən və yaxud 20-dən yuxarı deyildir. 6 cənub subekvatorala aiddir. Beləliklə, bir isə Aralıq dənizi subtropik iqlim tipidir. Yağıntılar qışda düşür və temperaturda qış aylarında 10 dərəcəyə qədər aşağı düşmüş olur. Yalnız 4-cü məntəqəni seçmiş olaraq burada. Diaqramın səciyyəvi olduğu qurşaqda yaranan təbii zonaları, torpaq tiplərini qeyd etmək. Subekvatoral qurşaq üçün xarakterikdir və subekvatoralda təbii zonalar savanna və seyrək meşələr zonasıdır. Bir də dəyişkən rütubətli meşələr zonasıdır. Dəyişkən rütubətli meşə zonasıdır. Dəyişkən rütubətli meşələrdə qırmızı ferrali torpaqlar xarakterikdir. Savanna zonası üçün də əsasən qırmızı qonur torpaqlar xarakterikdir. Beləliklə, təbii zonalar və ən azı bir torpaq tipi doğru qeyd edilibsə 2 bal, bir təbii zona və torpaq tipi doğru qeyd edilibsə, təbii zona və ya torpaq tipi doğru qeyd edilibsə 1 balla qiymətləndirilir. Digər hallarda isə 0 balla qiymətləndirilir.